sallallahu aleyhi Fatıma sallallahu aleyhi. Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Salam əziz dostlar, əziz əzadarlar. Həzrət xanım Fatıma Zəhra sallallahu aleyhanın hüzünlü və qəmli şəhadət günlərində başda İmam-ı Zaman ağamıza və sonra sizlərə təsliyyət ərz edirəm. Başımız sağ olsun. Həzrət Fatıma Zəhra anamızın həyatında önəmli və gözəl əxlaqi dərslər mövcuddur. İlk növbədə Həzrət xanım Fatıma Zəhra gözəl övlad olmuşdur. Atası Həzrət Peyğəmbərimiz onunla nəfəs almış və dinclik tapmışdır. O Peyğəmbərimizə çox köməklik etmişdir. Həzrət Peyğəmbərimiz ona Ümmü Əbiha adını vermişdir. Yəni atasının anası. Və Fatıma Zəhra sallallahu aleyha həm də gözəl həyat yoldaşı olmuşdur. O öz həyat yoldaşı ilk imamımız Həzrət Əli əleyhissalamın sevimli həyat yoldaşı olmuşdur. Və ona ömrü gün yoldaşı olaraq xidmət göstərmiş və onun yolunda da elə şəhid olmuşdur. Bundan başqa Həzrət Fatıma Zəhra sallallahu aleyha gözəl ana idi. O dünyaya nümunə olan gözəl övladlar getirdi. İmam Həsən, İmam Hüseyin əleyhissalamlar ki, cənnət cavanların ağasıdır, onun övladlarındandır. Və Həzrət Zeynəb sallallahu aleyha və Ümmü Gülsüm sallallahu aleyha kimi gözəl xanımlar getirmişdir. Bu tərbiyəli övladlar və bu böyük şəxsiyyətlər dünya tarixini bəzəyən böyük şəxsiyyətlər, böyük duhalardır. Ki, bütün dünya bunları, bütün aləm bunları tanıyır. Yerlər və göylər onlara səna edir. Bundan başqa xanım Fatıma Zəhra sallallahu aleyha mübariz və müqavimətçi bir xanım olmuşdur. O öz həyat yoldaşını Həzrət Əli əleyhissalamı həm bir həyat yoldaşı kimi, həm də imamı kimi müdafiə etmiş, onun haqqı qəsb olunanda onun qarşısında, yəni önündə sipər çəkib onun haqqını difa etmişdir. Və bununla da o öz cavan ömründən məhrum olmuş, cavan ikən, yəni 18 yaşında zalimlərin zülmü sayəsində, altında şəhid olmuşdur. Mübarək qabrağaları əzilmiş, qapısına od vurulmuş və bətnində mübarək övladı sikt olmuşdur. Bu zülmləri o vilayətin difası üçün çəkmişdir. Və mübarizə meydanında ilk şəhid olan Əhl-i Beytin ilk şəhid qadını və xanımı kimi tarixə düşmüşdür. Allah ruhunu şad eləsin. İnna lillah və inna ileyhi raciun. Və Həzrət Fatıma Zəhra sallallahu aleyhanın bir tanınmış məqamı və dərsi də təbii ki, onun ibadət və itaəti, ismət və həyasıdır ki, nümunə olaraq tarixlər səs salmış və hamı üçün örnək olmuşdur. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.